Salam əziz şagirdlər, bugün mən termodinamikanın əsasları bölməsindən daxili enerji, bir atomlu ideal qazın daxili enerjisi mövzusuna aid testlərin izahını verəcəm. Birinci testdən başlayaq. Cismi təşkil edən zərrəciklərin hərəkət və qarşılıqlı təsir enerjilərinin cəmi necə adlanır? Uşaqlar, hərəkət enerjimiz hansı enerji idi? Kinetik enerji, Y kinetik. Üstə gələk. Qarşılıqlı təsir enerjimiz də hansıdır uşaqlar? Potensial enerji, Y potensial. Ancaq deyir ki, cismin demir ha, deyir cismi təşkil edən zərrəciklərin, yəni kinetik artıq cismi təşkil edən zərrəciklərin, yəni molekulların kinetik enerjisindən molekulların potensial enerjisinin cəmi bizə daxili enerjini verir, U-nu. Cavab C variantı. 2. Qapalı qabdakı qazı qızdırdıqda qazın deməli, görək hansı fiziki kəmiyyəti dəyişəcək. Qapalı qab dedikdə uşaqlar həcm sabitdir, V konustur, V bərabərdir konust. Sonra qızdırdıqda deyirsə, artıq temperaturumuz nə edibdir? Artıbdır. Temperatur artıbsa, uşaqlar təzyiqimiz də nə etməlidir? Artmalıdır və yaxud da daxili enerjimiz artmalıdır. Və qapalı qab olduğuna görə, uşaqlar həcmdə, kütlə də sabit olduğuna görə sıxlığımız da sabit qalmalıdır. Yəni, indi görək hansı düz olacaq. Deyir, həcm artır. Deməli, xeyr, həcm sabit qalır. Sonra C variantında deyir, sıxlıq artır, sıxlıq sabit qalır. Təzyiq azalır, xeyr, təzyiq nə etdi? Artdı. Təzyiq azalmır. Daxili enerji azalır. B variantında deyir səhvdir. Daxili enerji artır. D variantı düzdür. 3. Qapalı qabdakı qazı soyutduqda. Yenə qapalı qabda uşaqlar həcm sabitdir. V konstdur. Və soyutduqda deyir temperaturumuz nə etdi? Azaldı. Temperatur azaldısa təzyiqimiz də azalacaq. Daxili enerjimiz də nə edəcək? Azalacaq. Sıxlıq da nədir? Sabit qalacaq. Və baxaq, təzyiq artır, A variantında deyir, xeyr, baxın, təzyiq nədir? Azalır, səhvdir. Sıxlıq azalır, deyir, sıxlıq nədir? Sabit qalmalıdır. Daxili enerji azalır, bəli, daxili enerji, Y variantında daxili enerji azalır. B variantı deyir, daxili enerji artır, səhvdir. Həcm azalır, həcm sabit qalır. Cavab oldu Y variantı. 4. 300 Kelvin temperaturda 3 mol bir atomlu ideal qazın daxili enerjisi nə qədərdir? Gəlin, verilənləri yazalım uşaqlar. Deməli, T'miz verilibdir. T bərabərdir 300 Kelvin. 3 mol bir atomlu ideal qaz nüvimiz verilibdir 3 mol. Və erimiz də verilibdir nədir? 8. Bizdən daxili enerjini istəyir. U bərabər sual işarəsi. Onun düsturu necə idi uşaqlar? U bərabərdir. Onun elə bir düsturunu seçməlisiniz ki, daxili enerjinin orada deməli nü olsun, R olsun, bir də T olsun. Yəni 2-də 3 əmsalı unutmursunuz. Nü, R, T. O da bərabərdir 2-də 3, nüyümüz 3, erimiz 8, T'miz də 300. Gəlin, indi hesablayağın. 2 ilə 8-i ixtisar elədim. Qaldı aşağıda, yuxarıda qaldı elə 4. Deməli, 3 dənə 3-ün 27, 27-ni də 4-ə vuranda 108. Eləyir, deməli, 10.800 joule. Bizdə də kilojolla verilibdir. Ona görə də kilojoula çevirmək üçün 108 vuraq 10 üstü 2 yazacağım. Bunu standart formada. Kilojoula çevirəndə də 10 üstü mənfi 3-ə vurmalıyam uşaqlar. 10 üstü mənfi 3 kilojoul. O da bizə verəcək nəyi? Deməli, bundan deməli, bu getdi. Qaldı mənfi 1. Yəni 10,8 kilojoul. 5. Təzyiqə 2 kilopascal, daxili enerjisi 3 kilojoul olan bir atomlu ideal qazın həcmini hesablayın. Gəlin, verilənləri yazaq uşaqlar. Deməli, təzyiqimiz 2 kilopascaldır. P bərabərdir. 2 kilopascalda paskal çevirəndə vuracam 10 üstü 3-ə. 10 üstü 3 paskal. Sonra daxili enerjisi U bərabərdir. 3 kilojouldur. Heç çevirməyə ehtiyac yoxdur əslində. İxtisar gedəcək onsuz da. 3 kilojouldur. Onu da çevirəcəm. 3 vuraq 10 üstü 3 joule şəklində yazacağım. Həcmi hesablamalıyım. V bərabər sual işarəsi. Deməli, daxili enerjinin elə bir düsturunu seçməliyim ki, uşaqlar orada P olsun, V olsun. Yəni 2-də 3, P, V düsturundan istifadə edəcək. Amma bizdən buradan həcmini istəyir. Həcmi istədiyinə görə V bərabərdir. Deməli, olacaq 2U bölünsün 3P-yə. Ədədi qiymətləri də yerinə qoyağın. 2 vuraq O'muz nə qədərdir? Deməli, 3 vuraq 10 üstü 3 bölünsün 3 vuraq. P'miz də 2 vuraq 10 üstü deməli 3-ə. 10 üstü 3-lər ixtisar getdi. 2 ilə 2 ixtisar getdi. 3 ilə 3 ixtisar getdi. Qaldı 1. 1 nədir? Kub metr. Cavab oldu D variantı. Yəni D. 5-də.
6. Həcmi 4 kub metr, daxili enerjisi 6 kilojoule olan bir atomlu ideal qazın təzyiqini hesablayın. Gəlin verilənləri yazan uşaqlar. Deməli, V verilibdir. V bərabər 4 kub metr. Daxili enerjimiz U bərabərdir 6 kilojoule. Onu da çevirəndə 6 vuraq 10 üstü 3 joule. Qazın təzyiqini hesablayın. P bərabər sual işarəsi. Yenə daxili enerjinin hansı düsturundan istifadə edəcəyik? 2D3 PV düsturundan. İndi isə burada təzyiq istəyir bizdən. P bərabərdə olacaq 2U bölünsün 3V-yə. Və verilənləri yerinə yazan uşaqlar 2. U-muz nə qədər idi? 6 vuraq 10 üstü 3 bölünsün 3 vuraq. V-miz də 4-dür. Gəlin ixtisarlarımıza aparağın. 3 ilə 6 ixtisar getdi. Qaldı necə? 2. 2 ilə də bunlar ixtisar getdi. Qaldı 10 üstü 3. Nədir? Paskal. Onu da kilopaskala çevirəndə 10 üstü 3 vuraq. Kilopaskala çevirəndə 10 üstü mənfi 3'ə vururam. 10 üstü mənfi 3 kilopaskal. O da bizə verəcək nəyi? Bunlar getdi. Qaldı neçə? 1 kilopaskal. Cavabımız oldu 1 kilopaskal D variantı. 7. 2 mol bir atomlu ideal qazın temperaturu 100 Kelvin artdıqda onun daxili enerjisi nə qədər artar? Uşaqlar, deməli, burada artıq verilənlərimizi yazağında nüyümüz nə qədərdir? 2 mol. Sonra, ideal qazın temperaturu 100 Kelvin artdıqda. Mən vurğulamışdım ki, ümumiyyətlə bir kəmiyyətin ədədi qiymətin yanında artar, azalar sözü varsa, o kəmiyyətin dəyişməsindən söhbət gedir. Deməli, artıq burada 100 Kelvin artdıqda temperatur dəyişməsindən söhbət gedir. Yəni, temperaturlar fərqindən delta T-miz bərabərdir 100 Kelvinə. Sonra onun daxili enerjisi nə qədər artar? Yenə nədir? Daxili enerjinin artar, azalar söhbətdir. Yəni, yenə də daxili enerjinin dəyişməsindən söhbət gedir. Delta U bərabərdir sual işarəsi. R-miz də verilibdir. R də bərabərdir 8-ə. Bizdən delta U-nu istəyir. Delta U-nun elə bir düsturunu seçməliyik ki, nü ilə T ilə olan düstur olsun. Delta U bərabərdir 2-də 3 nü R delta T. Verilənləri gəlin yerinə qoyağın. Delta U bərabərdir 2-də 3. Deməli, nüyümüz neçə oldu? 2. R-miz 8. Delta T-miz də 100. Uşaqlar, bu düsturda həmişə yadınızda saxlayın ki, 2-də 3-ü yadınızdan çıxartmayın. Əzbərliyin o qayda şəklində. İşdə 2-də 3 yoxdur, işin düsturlarında. Amma daxili enerjidə 2-də 3 var. Keçəyin 2-ləri ixtisar eləyək. 3 dəfə 8-in 24, 2400 nədir? Joule. Sonra onu da nəyə çeviribdir uşaqlar? Kilojoule. 2400-ü 24 vura 10 üstü 2. Kilojoule çevirəndə 10 üstü mənfi 3'ə vurmalıyam. Kilojoule. O da bərabərdir. Deməli, bununla bu ixtisar getdi. Qaldı 10 üstü mənfi 1. 2 tam 10'da 4 kilojoule. Cavabımız oldu B variantı. 8 nömrəli test uşaqlar. İdeal qazın daxili enerjisinin vahidi hansıdır? Daxili enerji uşaqlar U hərfinin işarə olunurdu və vahidi nə idi? 1 joule. Cavab Y variantı. Sonra 9. 2O bölünsün 3 nü R ifadəsilə hansı fizik kəmiyyət təyin olunur? Uşaqlar, indi biz buradan U-nu əvəzləyəcəyik. Onun elə bir düsturunu seçməliyik ki, orada nü olsun, bir də R olsun. Gəlin baxalım, U-nun bu düsturu var idi. U bərabərdir 2-də 3 nü R T. Əvəzləməmizə aparağın uşaqlar burada. 2, 3 nü R. Bunlar bizim burada olanlarımızdır. İndi U-nun əvəzləməsini aparıram. U-nun əvəzləməsində isə burada yazacağım 3 nü R T bölünsün 2. Gəlin ixtisarlarımıza aparaq. 2-dən 2 ixtisar getdi, 3-dən 3 ixtisar getdi, nü-dən nü ixtisar getdi, R-dən R, qaldı nə? Uşaqlar, T. Deməli, oldu qazın mütləq temperaturu Y variantı. 10. Sabit temperaturda bir atomlu ideal qazın daxili enerjisinin onun kütləsindən asılı qrafiki hansıdır? Uşaqlar, deməli deyir, sabit temperaturda. Temperaturumuz nədir? Sabitdir. Deməli, onun elə bir düsturunu seçəcəm ki, orada temperaturda olsun. 2-də 3 M bölünsün M R T. 2-də 3 bu sabitdir. Sonra molar kütlə verilmiş qaz üçün sabitdir. R sabitdir və sabit temperaturda deyir. T bərabərdir konusdur uşaqlar, fikir verirsinizsə. Sonra T-də getdi. Qaldı U M-lə necə asılı oldu uşaqlar? Düz mütənasib. Yəni B variantı. 11. Bir atomlu ideal qazın daxili enerjisinin ən kiçik qiyməti diaqramdakı hansı nöqtəyə uyğundur? Deməli, daxili enerjinin
Onun daxili enerjinin ən kiçik qiymətini istəyir. Onun düsturunu yazaq. P-dən V-dən asılılıq düsturunu olacaq. Deməli, U bərabərdir 2-də 3 PV. Onun kiçik qiymətini istəyir. Onun kiçik qiymət alması üçün P-miz də kiçik qiymət almalıdır, V-miz də. Və ən kiçik qiyməti həm deməli V-nin ən kiçik qiyməti 1 olacaq. Baxın uşaqlar, V-nin ən kiçik qiymətlər 1 ilə 2-dir. V-nin ən kiçik qiymətlər 1 ilə 2. 1 ilə 2. Sonra keçirik P-nin ən kiçik qiyməti 1 ilə 4. P-nin kiçik qiymətlər 1 ilə 4. Ortağımız hansı oldu? 1. Cavabımız olacaq 1. Yəni A variantı. 12. Verilmiş temperaturda bir atomlu ideal qazın kütləsini 3 dəfə artırdıqda onun daxili enerjisi necə dəyişər? Verilmiş temperaturda deyirsə uşaqlar, temperaturumuz nədir? Sabitdir. T bərabərdir const. Sonra qazın kütləsini 3 dəfə artırmışıq. M-i 3 dəfə artırmışıq. Molyar kütləndə M-i də const veribdir. Daxili enerjinin düsturunu yazacağım. U bərabərdir. Düsturumuz necə olacaq? 2-də 3, M bölünsün M, R, T. Baxın, sabitdir. 2-də 3 sabitdir. M-imiz də veribdir, sabitdir. Molyar kütləmiz R onsuz da sabit cəmiyyətdir. T-miz də sabit verib. Bir dənə qaldı M. M-i 3 dəfə artıranda daxili enerjimiz də neçə dəfə artacaq? 3 dəfə. Çünki bizim daxili enerjimiz kütlə ilə necə asıldır? Düz. Kütləni 3 dəfə artıranda daxili enerji 3 dəfə artacaq. 3 dəfə artar. Cavab C variantı. 13. Verilmiş temperaturda bir atomlu ideal qazın kütləsini 2 dəfə azaltdıqda onun daxili enerjisi necə dəyişər? Yenə verilmiş temperatur deyir uşaqlar. Temperaturumuz sabitdir. Deməli, T bərabərdir const. Sonra mötərizənin içərisində molyar kütləndə M bərabərdir const veribdir. Və kütləsi 2 dəfə azaltdıqda, M-i də 2 dəfə azaltdıqda deyir ki, bizim daxili enerjimiz necə dəyişər? U bərabərdir 2-də 3, M bölünsün M, R, T düsturundan istifadə edirik. Uşaqlar, 2-də 3 sabitdir, M sabitdir, R sabitdir, T sabitdir. Daxili enerjimiz M-lə necə asıldı? Düz mütənasib. Kütləni 2 dəfə azaldanda daxili enerjinin də 2 dəfə azalacaq. Yəni 2 dəfə azalar. D variantı. 14. Verilmiş kütləli bir atomlu ideal qazın daxili enerjisini hansı cihazdan istifadə etməklə hesablamaq olar? Verilmiş kütləli deyirsə uşaqlar, deməli düsturumuzu yazağın. U bərabərdir 2-də 3, M bölünsün M, R, T. Baxın, düsturda artıq verilmiş kütləli deyirsə artıq M konstdur. Sonra yəni verilib ədədi qiyməti 2-də 3-də sabitdir, molyar kütlədə sabit olur, R də sabitdir. Bir dənə qaldı nə? Temperatur. Temperatur da hansı cihaz vasitəsilə müəyyən edirik? Termometrlə. Cavab C variantı. 15. 273 dərəcə Selsi temperaturlu ideal qaz 546 dərəcə Selsiyə qədər qızdırılarsa onun daxili enerjisinin neçə dəfə artar? Deməli, daxili enerjimizin artmasını istəyir. Gəlin birinci uşaqlar biz temperaturları çevirəyin Kelvinə. T1 bərabərdir. Deməli, 273, üstə gələ 273. O da bizə verəcək neçəni? 546 Kelvin. Sonra keçən uşaqlar T2-ni tapaq. T2 bərabərdir 546 üstə gələ 273. O da eləyəcək 819 Kelvin. Deyir ki, onun daxili enerjisi neçə dəfə artar? Gəlin görə temperaturumuz 546-dan 819-a gəlibdir. Görə nə qədər deməli artıqdır? T2 bölünsün T1 bərabərdir 819 bölünsün 546. Bu da bizə verəcək 1,5-i. Bizim artıq temperaturumuz neçə dəfə artdı uşaqlar? 1,5 dəfə artdı. Daxili enerjimiz də temperaturla necə asıldı? Düz mütənasib asıldı. Temperaturumuz 1,5 dəfə artıbsa, daxili enerjimiz də 1,5 dəfə artacaq. Cavab olacaq A variantı. 16. Bir atomlu ideal qazın daxili enerjisinin temperaturdan asılı qrafiki verilmişdir. Qazdakı maddə miqdarını hesablayın. Deməli, daxili enerjinin temperaturdan asılı qrafiki verilibdir. Onun T-dən asılı və vahidi görürsünüz Kelvindən verilibdir. Diqqətli olmaq lazımdır. Kelvin deyirəm, kilojolla verilibdir uşaqlar. Ona görə də artıq diqqətli olmaq lazımdır. U bərabərdir 24 kilojol. Onu da jola çevirəndə vuracam 13-ə.
10 üstü 3 joule. 24 vuraq 10 üstü 3 joule. Sonra temperaturumuz isə nə qədərdir? 200 Kelvin. Bizdən erimiz də verib, erimiz də 8. Deyir ki, maddi miqdarı, nü-nü tapın. Nü bərabər sual işarəsi. Daxili enerjinin düsturu oldu necə? 2-də 3 nü-r-t. Biz də buradan nü-nü axtarırıq. Nü-nü tapaq indi buradan uşaqlar. Nü bərabərdir. Axtardığım kəmiyyətin yanındakı kəmiyyətlər hamısı düşəcək məxrəcə. Yəni 3r-t. 2 ilə də o bir-birinə çarpaz vurulub surətdə yazılacaq 2u. Bu da bərabərdir. 2 vuraq u-muz nə qədər oldu? 24 vuraq 10 üstü 3. Bölünsün 3 vuraq erimiz 8 vuraq t-miz də 200. Yəni 2 vuraq 10 üstü 2 yazıram. 200-ü də 2 vuraq 10 üstü 2 şəklində yazıram. Standart formaya gətirdim. Deməli uşaqlar 3, 8, 24 bunlar ixtisarı getdi. 10 üstü 2, 10 üstü 3-dən getdi, qaldı 10. 2 ilə 2 ixtisarı getdi, qaldı neçə uşaqlar? 10 mol. Cavabımız 10 oldu. Yəni A variantı. 17. Bir atomlu ideal qaz izobar qazanda onun həcmi 4 dəfə artmışdır. Qazın başlanğıc temperaturu 27 dərəcə Selsi olarsa, genişlənmədən sonra onun daxili enerjisini hesablayın. Deməli, verilənləri yazalım. Nüyümüz verilibdir uşaqlar 1 mol. Nüy bərabərdir 1 mol. İzobar qazanda. Deməli, bizim P-miz nədir? Konstdur. Və onun həcmi 4 dəfə artmışdır. Yəni, V-miz 4 dəfə artıb. Qazın başlanğıc temperaturu T1 bərabərdir 27 dərəcə Selsiusunu Kelvinə çevirirəm. Yəni, 27 üstə gələk 273. Bu da eləyir necə? 300 Kelvin. Sonra genişlənmədən sonra onun daxili enerjisini hesablayın. Yəni, genişlənmədən sonra malik olduğu daxili enerji, yəni U2-ni istəyir. U2 bərabər sual işarəsi. Erimiz də verdi, er də bərabərdir 8. Gəlin, indi uşaqlar birinci nə edirik? Həcmimiz 4 dəfə artıbdır izobar qazanda. Həcmimiz 4 dəfə artıbsa, deməli, P konust olanda, yadımıza salın. P konust olanda artıq V-miz, T-miz deyək də, biz temperaturu müəyyən etmək istəyirik. T-miz V ilə düz mütənasib asılıdır. Baxın, izobar qızıbdır. Həcmimiz 4 dəfə artıbsa, temperaturumuz da nə edəcək? 4 dəfə artacaq. Yəni, əvvəl 300 Kelvin idisə, indi yazacaqsınız T2 bərabərdir 4 T1-ə. O da bərabər 4 vuraq. T1-imiz də neçədir? 300. Neçə elədi uşaqlar? 1200 Kelvin. Sonra keçirik indi. Artıq bizdə U2-ni istəyir. U2-ni düsturda dəyişməni istəmir. Daxili enerjinin dəyişməsini istəmir sizdən. Genişlənmədən sonra onun daxili enerjisi nəyə bərabərdir? Yəni U2-ni istəyir. U2 bərabərdir 2-də 3. Artıq nü-r T2. O da bərabərdir. 2-də 3, nüyümüz 1, erimiz 8, T'miz də uşaqlar neçə oldu? 1200. 1200 bərabərdir. Deməli, gəlin ixtisarlarımıza aparaq uşaqlar. Deməli, bununla bu ixtisar getdi, qaldı 400. Yox, 600 uşaqlar. 2 ilə 12-nə apardım, 600. Deməli, 8, 48. 48-i də 3-ə vurağın uşaqlar. Deməli, uşaqlar eləyəcək 144. 144. Yanında da 2 0. Elədi. Deməli, 14400. Bunda bizdə cavab veribdir kilojouldan. Kilojoula çevirəndə də böləcək 1000-ə. O da eləyəcək neçə? 14,4 kilojoul. Cavab oldu D variantı. 18. Sabit temperaturda bir atomlu ideal qazın daxili enerjisinin maddi miqdarına asılı qrafik verilmişdir. Qazın temperaturunu hesablayın. Baxırıq ki, uşaqlar, deməli, daxili enerjimiz yenə kilojoulla verilibdir. Verilənləri yazağın. Deməli, U bərabərdir. 12 kilojouldur. Onu da joula çevirəndə 10 üstü 3-ə vuracam. 10 üstü 3 joul. Nüyümüz verilibdir 5 mol və erimiz də 8-dir. Bizdən istəyir ki, qazın temperaturu T bərabərdir sual işarəsi. Daxili enerjinin temperaturdan asılılıq düsturunu yazaq. U bərabər neçəyə? Nəyə? 2-də 3 nü-r T-yə. Bizdən də nə istəyir buradan T-ni? Gəlin tapağın T bərabərdir. Demişdim, axtardığımız kəmiyyətin yanındakı kəmiyyətlər hamısı düşür məxrəcə. 3 nü-r. Deməli, 2U da surətə qalxacaq.
bərabərdir. Gəlin verilənləri yazaq. 2 vuraq 12 vuraq 10 üstü 3 bölünsün 3 vuraq nümüz 5 erimiz də 8. İxtisarlarımıza aparaq uşaqlar. Deməli 3 ilə 12 ixtisar getdi, qaldı 4. 2, 4, 8. Bunlar da ixtisar getdi. Qaldı neçə? 1000 bölünsün 5. O da eləyir neçə uşaqlar? 200. 200 Kelvin. Cavabımız oldu A variantı. 19. Verilmiş kütləli bir atomun ideal qazın daxili enerjisi mütləq temperaturdan asılı qrafiki hansıdır? Deyir ki, uşaqlar verilmiş kütləli. Deməli, M-imiz nədir? Konst. Daxili enerjinin temperaturdan asılılıq düsturunu yazağın. O bərabərdir. 2-də 3. M bölünsün M, R, T. Bunlar sabitdir. Bunlar da sabitdir. Bu da sabitdir. Bu da sabitdir. Qaldı T. O T'dən necə asıldı? Düz mütənasib. Yəni Y variantı. 20. Sabit temperaturda bir atomun ideal qazın daxili enerjisinin maddə miqdarına asılı qrafiki hansıdır? Sabit temperaturda T'miz konustdur. T bərabərdir konst. Və onun düsturu O bərabərdir 2-də 3 nü R T. Baxın 2-də 3 getdi sabitdir. T sabitdir. R sabitdir. Deməli U'muz nüdən necə asıldı? Düz mütənasib C variantı. 21. Sabit kütləli bir atomun ideal qaz üzərində qapalı proses aparılmışdır. Diaqramın hansı hissəsində ideal qazın daxili enerjisi azalmışdır? Bizdən indi daxili enerjinin azalmasını istəyir uşaqlar. Deməli, U azalması üçün, onun azalması üçün uşaqlar temperatur azalmalıdır və yaxud da həcm azalmalıdır və ya deməli, təzyiq azalmalıdır. Ayrı-ayrılıqda olmalıdır uşaqlar. Sonra keçək indi sabit kütləli deyir. Verilmiş kütləli yəni. Aralıqlara baxalım uşaqlar. Birinci A-B aralığını yazıram. A-dan B-yə gəlmişəm uşaqlar. Fikir verin. A-dan B-yə gələndə artıq V-miz konstdur. V bərabərdir konst. Və P-miz neyidir? Artır. P-miz artırsa temperaturumuz neyidir? Artır. Temperatur artırsa daxili enerjimiz neyidir? Artır. Bizdə azalma aralığı lazımdır. Keçirik BC aralığına. BC aralığında isə fikir verirsiniz, hansı kəmiyyət sabiti? P konst. P konstdursa uşaqlar, deməli, həcmimiz də neyidir uşaqlar? Görürsünüz, B-dən C-yə gələndə həcmimiz artdı. Həcm artdısa temperatur nə edəcək? Artacaq. Temperatur artdısa daxili enerjimiz də artacaq. Yenə daxili enerji artdı, amma bizdə azalma aralığını istəyir. İndi keçək CD aralığına. CD aralığına. CD aralığında P, V-dən nə zaman tərs asılı olur? Temperatur sabit olanda. T bərabərdir konst artıq. CD aralığında. T konstsa artıq daxili enerjimizdə nə olacaq? Sabit olacaq. Sonra keçirik DA aralığına. DA aralığında isə uşaqlar fikir verirsiniz. Nə sabitdir? P konustdur. Təzyiq sabitdir. Təzyiq sabitdir və uşaqlar deməli bizim həcmimiz nəyidir? Azalır. Görürsünüzmü? D-dən A-ya gələndə həcmimiz azalır. Həcm azalırsa temperaturumuz azalır. Temperatur azalırsa daxili enerjimiz azalır. Cavabımız oldu DA aralığı. DA aralığı, yəni A variantı. 22. Sabit kütləli bir atomun ideal qaz üzərində dairəvi proses aparılmışdır. Diaqramın hansı hissəsi ideal qazın daxili enerjisinin artmasına uyğundur? İndi daxili enerjinin artmasını istəyir uşaqlar. Daxili enerjinin artması üçün, yəni onun artması üçün temperatur artmalıdır. Temperaturun artması üçün də ya təzyiq artmalıdır, ya da həcm artmalıdır. Aydındırmı? Keçək indi baxaq uşaqlar. Birinci, başlayaq A-B aralığından. A-B aralığında. A-B aralığında fikir verirsiniz, kəmiyyət sabiti V konustdur. V konustdur və təzyiqimiz nə edibdir? Uşaqlar görürsünüz. A-dan B-yə gələndə təzyiq azalıbdır. Təzyiq azalıbsa temperatur nə edəcək? Azalacaq. Temperatur azalsa daxili enerji azalacaq. Bizdə isə nədir? Daxili enerjinin artmasını istəyir. Deməli, A-B aralığı olmalıdır. Keçən BC aralığına. BC aralığında isə fikir verirsiniz. Artıq hansı kəmiyyət sabitdir? P konustdur. P bərabərdir konst. Həcmimiz nə edibdir? B-dən C-yə gələndə artıq artıbdır. Həcm artıbsa daxili temperaturumuz nə edəcək? Artacaq. Temperatur artsa daxili enerjimiz artacaq. Yəni cavabımız olacaq B-C aralığı. Gəlin cavabını burada yazım. Digərlərində baxaq uşaqlar. İndi keçəyin
Keçən CD aralığına. CD aralığında isə fikir verirsinizmi? Dedik PV-də nə zaman tərs asılır? Temperatur sabit olanda temperatur sabitdir. Temperatur sabitsə daxili enerji də sabitdir. Yəni amma bizdən nə istəyirdi? Daxili enerjinin artması aralığı. İndi keçən DA aralığına. DA aralığında isə artıq fikir verirsiniz hansı kəmiyyət sabitdir? Təzyiq P konusdur. P konusdur, amma həcm nədir? Azalır. Fikir verirsiniz, D-dən A-ya gələndə V azalır. V azalırsa temperatur azalır. Temperatur da azalırsa daxili enerji azalır. Amma bizdən artma aralığını istəyirdi. BC aralığı. Cavabımız oldu BC aralığı. BC aralığı da D variantında. 27. Verilmiş kütləli ideal qazın izotermik genişləməsi zamanı daxili enerji və sıxlıq necə dəyişir? Verilmiş kütlədirsə, deməli, uşaqlar kütləmiz nədir? Sabit, M bərabərdir konusdur. Sonra qazın izotermik genişlənməsi. İzotermik dedikdə temperatur sabitdir. Genişləmə dedikdə həcm nə edir? Artır. Biz indi nəyə müəyyən etməliyik? Daxili enerji ilə sıxlığı. Gəlin baxalım. Deməli, yenə dedik ki, daxili enerjimiz temperaturla necə asılıb? Düz mütənasib. Temperatur sabitsə, deməli, daxili enerjimiz necə olacaq? Sabit qalacaq. Keçirik indi sıxlığa. Sıxlığımız isə uşaqlar izotermik prosesdə ümumiyyətlə sıxlığımız, yadınızda saxlayın ki, uşaqlar həcmlə necə asıldı? Tərs asıldı. 1 bölünsün V. Sıxlığımız nə edir? Artıbdır. Sıxlıq deyirəm, uşaqlar üzrlə hesab edin. Həcmimiz artıbdır. Həcmimiz artıbsa, sıxlığımız da nə edəcək? Azalacaq. Deməli, daxili enerji sabit qalar, sıxlığımız isə azalar. Sabit qalar, yəni dəyişməz, azalar B variantı. 28. Verilmiş kütləli ideal qaz bir haldan 2 halına keçəndə onun həcmi və daxili enerjisi necə dəyişir? Gəlin, baxaq uşaqlar, deməli, bir haldan 2 halına keçdikdə həcmimiz, V'miz necə dəyişər? V-nin, bir də daxili enerji onu istəyir. Uşaqlar, gəlin baxaqın, 1-dən 2, ümumiyyətlə PT-dən nə zaman düz mütənasib asıldı? Yəni, təzyiqimiz temperaturda nə zaman düz mütənasib asıldı? V konusu olanda. Yəni, həcmimiz sabit olmalıdır ki, bizim təzyiqimiz temperaturda necə asılı olsun? Düz mütənasib. Həcmi müəyyən etdik artıq, həcm sabitdir. Sonra 1-dən 2-yə gedəndə daxili enerjimiz temperaturla necə asıldı? Düz mütənasib. 1-dən 2-yə getdikdə temperaturumuz nə edibdir? Artıb. Temperatur artıbsa daxili enerjimiz də artar. Deməli, həcm sabit qalar, daxili enerji artar. Y variantı. 29. Sabit kütləli bir atomlu ideal qazın daxili enerjisinin onun həcmindən asılı qrafiki verilmişdir. Qaz bir haldan 2 halına keçərkən təzyiqi necə dəyişər? Deməli, sabit kütləli, sabit kütləlisə M konusdur. M bərabərdir konst. Sonra, deməli, qaz bir haldan 2 halına keçərkən təzyiqimiz. Baxırıq ki, uşaqlar, deməli, U-muz nədir? Bir haldan 2 halına keçdikdə U-muz sabitdir. U bərabər konst. U sabit olanda hansı kəmiyyətimiz sabit olur? Temperatur. T-miz də konstdur. Temperatur da sabitdir. Həcmimiz 1-dən 2-yə gələndə, bir haldan 2 halına gələndə həcmimiz nə edibdir? 3 dəfə artıbdır. Fikir verirsinizmi? V0-dan 3V0-a gəlibdir. Bu zaman həcmimiz 3 dəfə artıbdır. Temperatur sabit olanda bizim artıq təzyiqimiz, P-miz həcmlə necə asılı idi? Tərs mütənasib asılı idi. Həcmimiz 3 dəfə artıbsa, təzyiqimiz nə edəcək? 3 dəfə azalacaq. Yəni, cavabımız olacaq 3 dəfə azalmışdır. D variantı. İzoxor 30. İzoxor soyma zamanı verilmiş kütləli ideal qazın daxili enerjisi təzyiqi necə dəyişir? Deməli, uşaqlar, daxili enerjini müəyyən etməliyik, bir də təzyiqimizi, P-mizi. İzoxor soyma. Yəni, izoxor soyma dedikdə nə nəzərdə tutulur, onu yazağın. V konusdur və soyma deyirsə temperaturumuz da nə edir? Azalır. Daxili enerjimiz temperaturla necə asılıdır? Düz mütənasib. Temperatur azalsa daxili enerjimiz nə edəcək? Azalacaq. Sonra, gəlin yadımıza salaq uşaqlar, bəs təzyiqimiz izoxor prosesdə temperaturla necə asılı idi? Düz mütənasib. Temperatur azalıbsa, yenə də deməli, təzyiqimiz də nə edəcək? Azalacaq. Yəni, daxili enerji və təzyiq azalar. B variantı. 31. Verilmiş kütləli ideal qaz bir haldan 2 halına keçdikdə onun daxili enerjisi və həcmi necə dəyişər? Gəlin baxaq uşaqlar, deməli, bir daxili enerji müəyyən etməliyik, onu, bir də həcmi müəyyən etməliyik, V-ni. Deməli, PT-dən nə zaman düz asılı oldu uşaqlar dedik? PT-dən nə zaman düz asılıdır? Təzyiqlə temperatur o zaman düz mütənasib asılıdır ki, bir-birindən həcm sabit olsun, V konusda olsun. Sonra V-ni müəyyən etdik artıq.
İndi keçirik bir halına, 2 halına gəldikdə temperaturumuz nə edib uşaqlar? Azalıb. Daxili enerjimiz də temperaturla necə asılıdır? Düz mütənasib. Temperatur azalıbsa daxili enerjimiz də nə edəcək? Azalacaq. Yəni artıq daxili enerjimiz azalar, həcm sabit qalar. B variantı. 32. Verilmiş kütləli ideal qaz üzərində izotermik sıxılma və izobar soyuma prosesləri aparılmışdır. Euler-Venn diaqramına əsasən oxşar fərqli cəhətləri müəyyən edin. Gəlin baxaq uşaqlar, deməli izotermik sıxılma. İzotermik sıxılma dedikdə görək nə nəzərdə tutulur. Temperatur sabitdir, T konstdur və sıxılma deyirsə həcmimiz də nə edir uşaqlar? Azalır. Sonra keçək izobar soyumaya. İzobar soyuma dedikdə P konstdur və temperaturumuz nə edir? Azalır. Sonra uşaqlar gəlin artıq digər kəmiyyətlərin də dəyişməsini müəyyən edək. Həcm azalırsa sıxlığımız nə edəcək uşaqlar burada? Sıxlığımız artacaq. Çünki həcmdən sıxlıq tərs mütənasib asılıdır. Sonra burada temperatur azalıbsa P konstluğunda həcmimiz də azalacaq. Həcm də azaldı. Sıxlığı da gəlin müəyyən edək uşaqlar. Sıxlığımız da nə edəcək? Sıxlığımız isə artacaq. Bir-bir gəlin yerləşdirəyin. Birinci, qazın həcmi azalır. Birinci hala baxıram, qazın həcmi azaldı. Burada da azaldı. Deməli, bir ortaqdır. Keçirəm ikinci, qazın sıxlığı artır. Birinci halda da qazın sıxlığı artdı, ikinci halda da 2 də ortaqdır. Üçüncüyə, qazın temperaturu sabit qalır. Harda qaldı sabit? 1-də. Deməli, 3 getdi bura. Dördüncü, qazın daxili enerjisi sabit qalır. Artıq temperatur harda sabit qalıbsa, daxili enerjimiz də orada sabit qalacaq. Yəni, birinci halda, izotermik sıxılmada. 4 də bura getdi. Sonra keçək 5-ə. Qazın Porşenə göstərdiyi təzyiq qüvvəsi sabit qalır. Təzyiq harda sabit isə, təzyiq qüvvəsi də orada sabit qalır. Uşaqlar yadınızda saxlayın. Yəni, deməli 5-ci də getdi bura. Cavab oldu 3, 4, 1, 2, 5. 3, 4, 5, 1, 2. Y variantı. 33. Verilmiş kütləli ideal qazın təzyiqinin molekulların konsentrasiyasına asılı qrafiki verilmişdir. Hansı prosesdə qazın daxili enerjisi azalır? Deməli, qazın daxili enerjisinin azalması aralığını tapmalıyıq. Deməli, uşaqlar, gəlin baxaq. U-nun azalması üçün temperatur nə etməlidir? Azalmalıdır. Temperaturun da azalması üçün bizdə P var, M var. Bunlara uyğun gedəcəm uşaqlar. Deməli, temperaturun azalması üçün ya təzyiq azalmalıdır. Çünki temperaturla təzyiq düz mütənasib asılıdır. Ya da temperaturla konsentrasiya tərs asılıdır. Ya da enimiz artmalıdır temperaturun azalması üçün. Bax, ya təzyiq azalmalıdır, ya da konsentrasiya artmalıdır. Ayrı-ayrılıqda, eyni anda baş verə bilməz bu proses. Getdik. Baxalım uşaqlar, məsələn, 1-2 aralığına. Birinci baxıram 1-2 aralığına. 1-2 aralığında baxın, bizim təzyiqimiz nə edibdir? Sabit qalıbdır. Təzyiq sabitdir. Konsentrasiyamız nə edibdir uşaqlar? Artıbdır. Deməli, uyğun gəldi. Cavabımız olacaq 1-2 aralığı. Gəlin digərlərini də analiz edin uşaqlar. Digərlərinə də baxağın. Məsələn, 1-3 aralığını götürürəm. 1-3 aralığını götürəndə isə artıq görürsünüz P ilə N'imiz. Necə asılıdır? Düz mütənasib. P-N'dən nə zaman düz mütənasib asılı olur? Temperaturumuz sabit olanda. T konstdur. Yəni, 1-3 aralığında temperatur konstdur. Bizə isə temperaturun azalması aralığı lazımdır. Deməli, bu da olmayacaq uşaqlar. Keçək 1-4-ə. 1-4 aralığında isə baxın, fikir verin. Konsentrasiyamız nədir? Sabitdir. Təzyiqimiz də nə edibdir? 1-dən 4-ə gedəndə artıbdır. Amma bizdə nə olmalı? Təzyiqin azalması aralığı. Bu da ola bilməz. Keçək uşaqlar 1-5 aralığına. 1-5 aralığında sizə diqqət yetirin. Artıq təzyiqimiz sabitdir. Konsentrasiyamız nə edibdir? Azalıbdır. Bizdə isə konsentrasiyanın nədir? Artması aralığı lazım idi. Bu da ola bilməz. Keçək 1-6 aralığına. 1-6 aralığı da 1-3 aralığı kimi burada temperatur sabitdir. Yəni, ola bilməz. Cavab oldu 1-2 aralığı və B variantı. 34. Verilmiş kütləli ideal qazın təzyiqinin mütləq temperaturdan asılı qrafik verilmişdir. Qrafik üzərindəki 1 və 2 nöqtələrinə uyğun hansı fiziki kəmiyyətlərin qiymətləri eynidir? Deməli, 1 və 2 nöqtələrinə uyğun hansı fiziki kəmiyyətlərin qiymətləri eynidir? Gəlin baxalım. P, T-dən necə asılıdır? Uşaqlar düz mütənasib. Hansı kəmiyyət sabit olanda P, T-dən düz mütənasib asılı olur? Həcm. V bərabər konstant. Həcm sabit olanda hansı kəmiyyətlər sabit idi? Rho konstuydu. Sonra başqa hansı kəmiyyət? Konsentrasiya sabit idi. Verilmiş kütləli olanda M bərabərdir konstdur.
Gəlin baxaq. Deyir qazın sıxlığı 1 və 2 nöqtələrində bəli, artıq qazın sıxlıqları ədədi qiymətcə eyni olacaq. Çünki eyni qrafin üzərində sıxlıqlar ədədi qiymətcə eynidir, həcmlər eynidir, konsentrasiyalar eynidir. Qazın sıxlığı 1 düzdür. Qazın daxili enerjisinin xeyr, qazın daxili enerjisi artıq görürsünüz. 1-dən 2-yə gələndə artıq 1 və 2 nöqtələrində temperaturlar fərqli olduğuna görə, baxın, temperaturlar 1-də, 2-də fərqli olduğuna görə daxili enerjilərimiz eyni olmayacaq. Keçək 3-ə. Qaz molekularının orta kinetik enerjisidir. Orta kinetik enerjimizdə Y kinetik orta nəyə bərabər idi? Deməli, 2-də 3 KT. Nəydən asılı idi? Temperatur. Görürsünüzmü? 1-2 nöqtələrində temperaturlar fərqli olduğuna görə kinetik enerjilərimiz də fərqli olacaq. 4-ə baxarıq. Qaz molekullarının konsentrasiyası. Bəli, konsentrasiyalar artıq 1 və 2 nöqtələrində ədədi qiymətcə eyni olacaq. 4-də uyğundur. 1 və 4. 1 və 4 A variantı. 35. Bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin diaqramı təsvir olunmuşdur. İzoxor qızmada qazın daxili enerjisinin dəyişməsi hansı ifadə ilə müəyyən olunur? Deməli, izoxor qızma deyir uşaqlar. İzoxor qızma. Gəlin görək izoxor qızma dedikdə nə başa düşülür? İzoxor V konstdur. V bərabərdir konst. Və qızma deyirsə temperaturumuz da nə edir? Artır. Deyir ki, izoxor qızmada qazın daxili enerjisinin dəyişməsi hansı ifadə ilə təyin olunur? Biz indi izoxor qızma aralığını tapmalıyıq. V konst olmalıdır, temperaturumuz da artmalıdır. Gəlin baxaq uşaqlar. Deməli, həcm sabit olmalıdır. Temperatur artırsa artıq həcm sabit olmalıdır. Təzyiqimiz də nə etməlidir? Artmalıdır. Deməli, elə bir aralıq tapmalıyıq ki, orada V konst olsun, təzyiqimiz də artsın. Gəlin baxaq. Məsələn, artıq 4-1 aralığına baxıram. 4-1 aralığında həcm sabitdir və təzyiqimiz də nə edir? Uşaqlar 4-dən 1-ə gedəndə artır. Deməli, tapdım aralığı. 4-1 aralığında V konstdur, təzyiqimiz də artır. İndi gəlin düsturu yazağın, məsələmizi həll eləyək. Daxili enerjinin düsturunu yazaq. Daxili enerjinin dəyişməsini. Delta U bərabərdir. Həcm sabit olanda necə idi? 2-də 3 artıq V delta P. O da bərabərdir. Buradan yazaq 2-də 3 V P2 çıxaq P1. Gəlin ədədi qiymətləri yerinə yazaq uşaqlar. 2-də 3. V-miz nə qədərdir? Fikir verirsiniz. 4-1 aralığında V-miz V0-a bərabərdir. V0 vuraq. P2-miz, baxın, 4-dən 1-ə gələndə. Bu bizim P2-mizdir. Bu bizim P1-imizdir. P1-imiz P0'dır. P2-miz də 3P0'dır. Açma örtərizə 3P0 çıxaq nədir? P0. O da bərabərdir uşaqlar. Gəlin yerinə qoyağını hesablayağın. Deməli, bərabərdir 2-də 3 V0 vuraq. 3P0'dan P0 çıxanda da nə qalır? 2P0. 2-lər ixtisar getdi, qaldı 3P, deməli V0 P0. 3V0 P0. Cavabımız oldu Y variantı. 36. Verilmiş kütləli bir atomlu ideal qazın molekullarının orta kinetik enerjisinin təzyiqdən asılı qrafiki verilmişdir. Qaz molekullarının daxili enerjisinin həcmdən asılı qrafiklərindən hansı bu prosesə uyğundur? Deməli, bizə nəyi veribdir? Orta kinetik enerjinin təzyiqdən asılı qrafiki verilibdir. Gəlin baxaq uşaqlar. Daxili enerjinin həcmdən asılı qrafikini istəyir. Deməli, bizə daxili enerji lazımdır, bir də həcm lazımdır. Baxırıq ki, 1-dən 2-yə gələndə artıq kinetik enerjimiz dəyişməyibdir. Kinetik enerjinin dəyişməməsinin səbəb nədir? Hansı kəmiyyət sabit qalıbdır? Temperatur. Deməli, artıq temperaturumuz sabitdir. T bərabərdir konstdur. Konst. Temperatur sabitsə artıq daxili enerjimiz nə olacaq? Sabit. Yəni, artıq daxili enerjini müəyyən etdik. Daxili enerjimiz sabitdir. Sonra 1-dən 2-yə gələndə artıq temperatur sabitsə təzyiqimiz nə edibdir? Artıbdır. Təzyiq artıbsa artıq təzyiqimiz, həcmimiz, təzyiq nə necə asılı? Tərs mütənasib. Artıq həcmimiz artıbsa, təzyiqimiz artıbsa həcmimiz nə edəcək? Azalacaq. Deməli, ikinci aralıqda da həcmimiz nə etdi? Həcmimiz nə etməlidir? Azalmalıdır. Daxili enerji sabit, həcmimiz azalmalıdır. Qrafiki özüm çəkəcəm. Heç qrafiklərin arasından axtarmayacağım. Gəlin indi onun V-dən asılı qrafikini çəkim. Onun V-dən. Deməli, daxili enerjim sabit qalmalıdır. Daxili enerjim sabit qaldı. Və həcmimiz də nə etməlidir? Azalmalıdır. Baxın, 1-2 aralığı. Fikir verdinizmi? Deməli, cavabımız oldu hansı variant? C variantı.
7. Verilmiş kütləli bir atomlu ideal qazın molekulların orta kinetik enerjisinin həcmdən asılı qrafik göstərilmişdir. Qaz molekullarının daxili enerjisinin təzyiqdən asılı qrafikləri hansı bu prosesə uyğundur? Deməli, kinetik enerjinin həcmdən asılı qrafik verilibdir. Daxili enerjinin təzyiqdən asılı qrafikini çəkməliyik. Deməli, bizə daxili enerjini müəyyən etmək lazımdır. Bir də təzyiqi müəyyən etmək lazımdır. Baxırıq ki, 1-dən 2-yə gələndə artıq hansı kəmiyyətimiz dəyişməyib. Orta kinetik enerjimiz. Kinetik ortamız sabitdirsə, dəyişməzdirsə, konstdursa, bu zaman artıq hansı kəmiyyətimiz sabit qalıb? Temperatur sabitdir. Temperatur da sabitsə, daxili enerji temperaturuna necə asılıdır? Düz mütənasib. Temperatur sabitsə, daxili enerjimiz də necə olacaq? Konstant olacaq. Sonra keçirik həcmə. Həcmimiz nə edibdir uşaqlar? 1-dən 2-yə gələndə həcmimiz artıbdır. Həcm artıbsa, həcmlə də artıq bizim təzyiqimiz necə asılıdır? Tərs mütənasib. İzotermik prosesdə. Yəni, asılılığı buradan qeyd edək. Deməli, həcmimiz artıbdır. Onda P'miz V ilə necə asılıdır? Tərs mütənasib asılıdır. Həcmimiz artıbsa, təzyiqimiz nə etməlidir? Azalmalıdır. Qrafik özüm çəkəcəm uşaqlar. Deməli, U-nun P-dən asılı qrafikini çəkməliyəm. Deməli, daxili enerjim sabit qalmalıdır. Təzyiqim də azalmalıdır. Daxili enerjim sabit qaldı. Təzyiqim də azaldı. 1-dən 2-yə. Cavab oldu B variantı. 38. Bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin diaqramı təsvir edilmişdir. İzoxor soyumada. Deməli, izoxordursa soyuma. Qazın daxili enerjisinin dəyişməsi hansı ifadə ilə müəyyən olunur? Gəlin, birinci izoxor soyuma dedikdə nə başa düşülür, onu yazaq. İzoxor dedikdə V konustdur. Konust və soyumadır, temperatur azalır. P'nin V-dən asılı qrafik verilib. V-ni müəyyən etdik uşaqlar. Deməli, V sabit olmalıdır. V konstant olanda artıq bizim təzyiqimiz temperaturuna necə asılı olur? Düz mütənasib. Temperatur azalıbsa, təzyiqimiz də nə etməlidir? Azalmalıdır. Yəni, biz elə aralıq seçməliyik ki, orada həcm sabit olsun və təzyiqimiz də azalsın. Təzyiq azalan aralıqlar, deməli, baxalım. Həcmin sabit olduğu aralıqlara baxalım uşaqlar. Deməli, həcmin sabit olduğu aralıq 4-dən 1-ə, bir də 2-dən 3 aralığıdır. 2-dən 3-ə gələndə həcm sabitdir. Baxaq, indi bu aralıqda təzyiqimiz nə etməlidir? Azalmalıdır. 4-dən 1-ə gələndə, deməli, bizim təzyiqimiz nə edibdir? Artıbdır. Amma 2-dən 3-ə gələndə təzyiqimiz nə edibdir? Azaldır. Deməli, bizim aralığımız olacaq 2-3 aralığı. 2-3 aralığına baxacağıq. Orada daxili enerjinin dəyişməsini yazacağıq. Delta bərabərdir 2-də 3 artıq V delta P. Yəni, P2 çıxaq, P1. Gəlin, indi ədədi qiymətləri yerinə qoyaq uşaqlar. Bərabərdir. 2-də 3. V-miz, baxın uşaqlar, 2-3 aralığını götürmüşəmsə, 2-3 aralığını götürmüşəmsə, V-miz nə qədərdir? 3V0. Yazıram 3V0. Sonra vuraq. P2-miz, P1-miz. Gəlin, müəyyən edək. 2-dən 3-ə gəlmişik. Son dəyərimiz neçədir? Budur, bax. Bizim P2-miz budur. P2-miz P0-dır. P1-imiz isə uşaqlar, P1-imiz isə 3P0-dır. Yəni, P0-dan çıxacam neçəni? 3P0-ı. O da bərabərdir. Fikir verirsiniz. Deməli, 3-3-ə 9, 2V0, 3P0-dan da P0-dan da 3P0 çıxanda mənfi 2P0 eləyəcək. Mənfini önə atıram. Vuraq 2P0. 2-lər ixtisar getdi, qaldı nə? Mənfi 9V0, P0. Mənfi 9V0, P0. Cavab C variantı. Yəni, o qarşıdakı işarə daxili enerjinin azalmasını göstərir. Yəni, mənfi işarəsi. 39. Bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin diaqramı təsvir edilmişdir. İzoxor qızmada qazın daxili enerjisinin dəyişməsi hansı ifadə ilə müəyyən olunur? İzoxor qızma dedikdə uşaqlar V konstant olur. V konstant olmalıdır. Qızma deyirsə temperatur artır. Gəlin, artıq P-nin V-dən asılı qrafiki verildiyinə görə gəlin, P-ni də müəyyən edək. Biz bilirik ki, izoxor prosesdə P T-dən necə asılı? Düz. Temperatur artıbsa, deməli, təzyiqimiz də nə etməlidir? Artmalıdır. Yəni, bizim aralığımız olmalıdır V konus və P-miz də artmalıdır.
V konst aralıqlarımız hara olacaq uşaqlar? Baxın, 4-1 aralığı, bir də 2-3 aralığı. Və təzyiqimiz nə etməlidir? Artmalıdır. 4-dən 1-ə gələndə təzyiqimiz artıb, 2-dən 3-ə gələndə təzyiqimiz azalıb. Yəni bu aralığı götürməyəcəyik. Bizim aralığımız oldu neçə? 4-1 aralığı. 4-1 aralığını götürəcəyik. Deməli, 4-1 aralığında biz daxili enerjinin dəyişməsini yazacağıq. Delta U bərabərdir 2-də 3, deməli V, delta P, yəni P2 çıxaq P1. O da bərabərdir 2-də 3. Baxın, 4-1 aralığında uşaqları. V'miz nəyə bərabərdir? V0'a. Vuraq V0, aç mötərizə. Baxın, bu bizim P1'imizdir. Bu isə bizim P2'mizdir artıq. P2'miz 2P0'dan çıxacaq P0'ı. O da bərabərdir 2-də 3, V0, 2P0'dan da P0 çıxanda qar P0. Yəni 1/10^5 V0 P0. Cavab oldu A variantı. 40. Sabit kütləli bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin diaqramı təsvir edilmişdir. İzobar genişlənmədə qazın daxili enerjisinin dəyişməsi hansı ifadə ilə müəyyən olunur? İzobar genişlənmə. Gəlin baxalım, izobar genişlənmə. İzobar dedikdə P konuslu olmalıdır və genişlənmə deyirsə həcmimiz də nə etməlidir? Artmalıdır. Biz bu aralığı tapmalıyıq. P konuslu olan aralıqlar hansılardır? 1 ilə 2, 1-2 aralığı, bir də 3-dən 4-ə gələn aralıq. Və baxırıq ki, həcmimiz nə etməlidir? Artmalıdır. Artıq 1-dən 2-yə gələndə həcm artır, amma 3-dən 4-ə gələndə həcm azalır. Yəni bu aralığı götürməyəcək. Bizim aralığımız olacaq hansı? 1-2 aralığı. Yəni bu aralığa görə biz daxili enerjinin dəyişməsini yazacağıq. Düsturumuz delta U bərabərdir. Deməli 2-də 3. Artıq P konusuna görə P aç mötərizə V2 çıxaq V1. O da bərabərdir 2-də 3. Baxın uşaqlar, biz artıq hansı aralığı götürdük? 1-2 aralığını. 1-2 aralığını götürmüşüksə, artıq 1-2 aralığına uyğun bizim təzyiqimiz nədir? 3P0. Vuraq 3P0, aç mötərizə. İndi gəlin V2 ilə V1-i müəyyən edək. Bu bizim, baxın, V2-mizdir. Yəni 1-dən 2-yə gələndə. Bu da başlanğıc dəyərimiz idi, V1. Gəlin yerinə yazaq 3V0 çıxaq V0. O da bərabərdir 2-də 3, vuraq 3P0. 3V0'dan V0 çıxanda qar 2V0. Vuraq 2V0. O da bərabərdir. 2'lər ixtisar getdi, qaldı 9P0 V0. 9P0 V0 C variantı. 41. Sabit kütləli bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin diaqramı təsvir olunmuşdur. İzobar sıxılmada. Deməli, izobar sıxılmada qazın daxili enerjisinin dəyişməsi hansı ifadə ilə müəyyən olunur? İzobar sıxılma dedikdə uşaqlar yenə P konuslu olmalıdır və həcm nə etməlidir? Azalmalıdır. Gəlin baxaq görək P-nin konuslu olduğu aralıqlar hansıdır? 1-dən 2-yə və 3-dən 4-ə. Və bizdə nə edir? Həcm azalmalıdır. Həcm azalması üçün 3-dən 4-ə getməlidir. Yəni artıq aralığımız oldu 3-dən 4-ə. 3-dən 4-ə görə biz nədir? 3-dən 4 aralığına görə biz daxili enerjinin dəyişməsini yazacağıq. Yəni delta U bərabərdir 2-də 3. Deməli P aç mötərizə V2 çıxaq V1. O da bərabərdir. Yerinə qoyaq uşaqlar. Yəni düsturu mən aşağıda yazım, çünki cavablar silinməsin buradan. Görək cavabları. Delta U bərabərdir 2-də 3. P aç mötərizə V2 çıxaq V1. O da bərabərdir 2-də 3. Baxın, bizdə aralığımız oldu hansı? Bu. Buna uyğun deməli təzyiqimiz nə qədərdir? P'miz nə qədərdir? P0. Vuraq P0. Uşaqlar, deməli bu bizim başlanğıc V1'imizdir. 3-dən 4-ə gəl. Bu V1'imizdir. Bu isə bizim V2'mizdir. Yəni aç mötərizə V2'miz oldu V0 çıxaq 3V0. O da bərabərdir uşaqlar 2-də 3 P0. V0'dan 3V0 çıxanda qalır mənfi 2V0. Mənfini ön atıram 2V0. 2'lər ixtisar getdi, qaldı mənfi 3 P0 V0. Mənfi 3 P0 V0 B variantı. Yenə deyirəm, mənfi işarəsi daxili enerjinin dəyişməsinin, daxili enerjinin azalmasını göstərir. 42.
Həcmi 0,5 kub metr olan sabit kütləli bir atomlu ideal qazın təzyiqi 4 kilopaskaldır. Sabit təzyiqdə qazın mütləq temperaturunu 3 dəfə artırdıqda onun daxili enerjisinin dəyişməsi nə qədər olar? Bizdən daxili enerjinin dəyişməsini istəyir. Uşaqlar, gəlin verilənləri yazağın. Həcmimiz V bərabərdir 0,5 kub metrdir. İdeal qazın təzyiqi P bərabər 4 kilopaskaldır. Ondakı paskal çevirəm. 4 vuraq 10 üstü 3 paskaldır. Sonra sabit təzyiqdə P-miz konusdur. Ədədi qiymətcə dəyişmir. Mütləq temperaturumuz 3 dəfə artdıqda, temperaturu 3 dəfə artırdıqda onun daxili enerjisinin dəyişməsinin nə qədər olar? Delta U bərabərdir sual işarəsi. Gəlin baxalım uşaqlar, biz nəyə? İzobar prosesdə uşaqlar. İzobar prosesdə, yəni P konusda olanda, bizim həcmimiz temperaturla necə asılıb? Düz mütənasib. Deyir, temperaturumuz 3 dəfə artıbdır. Temperatur 3 dəfə artıbsa, həcmimiz də neçə dəfə artacaq? 3 dəfə. Yəni, bu bizim V1'imiz idi. V1'imiz. İndi V2'miz nəyə bərabər olacaq? V2'miz 3V1'ə bərabər olacaq. O da bərabərdir 3 vuraq. Neçəyə? 0,5'ə. O da bizə verəcək nəyi? 1,5 kub metr. Deməli, artıq V2'ni də tapdıq. V2'miz də oldu neçə? 1,5. Gəlin uşaqlar, məsələnin düsturunu yerinə yazağın, hesablayağın. Daxili enerjinin dəyişməsinin düsturunu istəyir. Delta U'nu istəyir bizdən. Delta U bərabərdir 2-də 3 P, deməli, delta V, yəni V2 çıxaq V1. O da bərabərdir 2-də 3. P'miz nə qədər? 4 vuraq 10. 4 vuraq 10. Üstü 3. Sonra V2'miz oldu 1,5. Çıxaq. V1'miz də 0,5. O da bərabərdir. 2 ilə 4'ə ixtisar getdi. Qaldı 2. 2'ni də 3'ə vuranda 6 vuraq 10 üstü 3. Vuraq 1,5'dən də 0,5'i çıxanda qalır uşaqlar neçə? 1. Yəni vuraq 1. O da elədi 6000. 6000 joule. Onda kilojoule çevirəndə 6000'ə böləcəyik. 6 kilojoule. Cavab A variantı. 43. Verilmiş kütləli bir atomlu ideal qazın P-RO diaqramında təsvir olunmuş hallarına uyğun daxili enerjilər arasında hansı münasibət doğrudur? Ümumiyyətlə uşaqlar, deməli mən diaqramlarda hər hansısa bir kəmiyyəti müqayisə etmək üçün bucaq üsulundan çox istifadə edirəm. Bucaq üsulu ümumiyyətlə dəqiq üsuldur. Gəlin bir dənə biz düstur çıxardaq. P-nin, RO-nun olduğu daxili enerjidən asılılıq düsturunu çıxardaq. Deməli, delta yox, daxili enerjinin dəyişməsi yox. U lazımdır. U bərabərdir 2-də 3 P, bir də PV. Belə bir düsturumuz var idi. PV. Oradan da gəlin açağın 2-də 3 P, V-nin yerinə M bölünsün RO yazacağım. Verilmiş kütləli deyir onsuz da. Deməli, M bölünsün RO. Düsturumuzu aldıq. U bərabərdir 2-də 3 deməli PM bölünsün RO. Uşaqlar 2-də 3-də sabitdir. Verilmiş kütlədə M də sabitdir. Baxın, indi P bölünsün RO. U, deməli, bir də yazıram 2-də 3 P bölünsün RO. Burada da M. Bunlar sabitdir, getdi. Qaldı RO bölünsün, P bölünsün RO-ya. P hardadır? Ordinatda. RO hardadır? Absisdə. Biz demişik ki, ordinatdakı kəmiyyət bölünsün absisdəki kəmiyyət bizə bucağın verir tangensini. Tangens alfanı. Yəni bucaq üsulu ilə gedəcəm müqayisəyə. Bizdə də verdi nə? Tangens alfanı. Buradan tangensdə artan funksiya olduğuna görə bucaq artdıqca bizim tangensin dəyəri artır. Yəni buradan belə bir nəticəyə gəlir ki, daxili enerjimiz bucaqla necə asıldı? Düz mütənasib asıldı. Gəlin indi müqayisəmizi aparalım. Müqayisə etmək üçün uşaqlar, baxın, hər bir nöqtədən mən birə düz xəttlər keçirəcəm. Fikir verdinizmi? İndi gəlin bucaqları müəyyən edək. Bucaqlar hansıdır uşaqlar? Birin bucağı baxın buradır. Birin bucağı buradır. 2'nin bucağı isə buradır uşaqlar. 1-lə 2'nin, bax 1-lə 2'nin bucağı buradır. 3'ün bucağı isə buradır. Müqayisəmizi eləyək bucaqlarla. Deməli, alfa
1 bərabərdir alfa 2-yə. Alfa 3 də onlardan kiçikdir. Eyni daxili enerjilərimizdə belə müqayisə edəcəyik. Bucaqla düz mütənasib asıldır. U1 bərabərdir U2-yə. O da böyükdür nədir? U3-dən. U1 U2-yə bərabərdir. U3-dən böyükdürlər. A variantı. 44. İçərisində qaz olan kolba maye manometr ilə birləşdirilir. Kolba su olan qaba salındıqdan sonra manometrin göstərişi dəyişir. Kolbadakı qaz üçün hansı ifadə doğrudur? Fikir verirsinizsə uşaqlar, deməli, buradan açıq hissədən, manometrin açıq hissəsindən atmosfer təzyiq göstərir. Burada da nə var? Qaz təzyiq göstərir. Buradan da qaz təzyiq göstərir. P qaz. Və hər ikisində nədir? Səviyyəsi eyni olduğuna görə, civələrin hər iki tərəfdə səviyyəsi eyni olduğuna görə burada deyəcəyik P qaz bərabərdir P0-a. Yəni qazın təzyiqi ilə, yəni kolbanın içərisindəki qazın təzyiqi ilə atmosfer təzyiqi bir-birinə nədir? Bərabərdir. İndi gətirib onu suya salıblar. Suya salınan sonra fikir verirsiniz. Buradan qaz təzyiq göstərir, P qaz. Buradan isə atmosfer yenə təzyiq göstərir. Hansının təzyiqi sizcə daha böyükdür? Əlbəttə qazın təzyiqi. Fikir verirsiniz. Artıq qazın təzyiqi böyükdür ki, bunu artıq buradan aşağıdan vurub, qaldırıb yuxarıya. Fikir verirsiniz. Ona görə də P qaz böyükdür P atmosferdən. Yəni atmosfer təzyiqindən, P0-dan. Deyək ki, qazın daxili enerjisi azalmışdır, qazın daxili enerjisi artmışdır. Gəlin bir fikri yürüdəyin uşaqlar. Artıq burada qazın təzyiqinin artmasına səbəb nədir? Hansı suya salmışıq onu? İsti suya. Deməli, temperatur artıbdır ki, artıq. Bizim qazın təzyiqi də artıbdır. Deyir, qazın temperaturu da artıbsa, daxili enerjimiz nə edibdir? Artıbdır. Qazın daxili enerjisi azalmışdır, xeyr, səhvdir. Qazın daxili enerjisi artmışdır, bəli, düzdür. Cavab B variantı. Məsələn, qazın kütləsi artmışdır, xeyr, həcm sabit olduğuna görə kütlədə dəyişmir. Qazın daxili enerjisi sabit qalmışdır, xeyr, daxili enerji dəyişir. Qazın sıxlığı artmışdır, sıxlıq da sabit qalır. Verilmiş kütləli bir atomlu ideal qazın halının dəyişməsi TV diaqramda verilmişdir. A halında qazın daxili enerjisi, deməli A halında qazın daxili enerjisi 200 kilojol olarsa, B və C halında daxili enerji nəyə bərabər olar? Deməli A-da veribdir. Gəlin uşaqlar, biz daxili enerjinin birinci düsturunu yazaq. O bərabər nəyə? 2-də 3. Verilmiş kütlə deyirsə M bölünsün M, R, T düsturundan istifadə edəcəyik. 2-də 3 getdi, sabitdir. Bunlar da sabitdir, yerdə sabitdir. Onda daxili enerjimiz temperaturla necə asılıdır? Düz imtahan. Asılıq qurağı. Gəlin özümüzdən buradan temperatur ədədi qiymət verəyim. Buranı 100 Kelvin götürürəm. Buranı 200 Kelvin götürürəm. Buranı 300 götürürəm. Buranı 400 götürürəm. Buranı da 500 götürürəm. Temperaturlara uyğun gedəyin uşaqlar. Gəlin baxalım. Deməli, burada A nöqtəsində A-nı veribdir. UA bərabərdir 200 kilojol. Gəlin UA-ya uyğun temperatura da baxalım. Neçə idi uşaqlar temperaturumuz? TA-mız nə qədərdir? 200 Kelvin. İndi keçəyin deyir ki, B nöqtəsində. İndi gəlin B-yə baxaq. Deməli, TB nəyə bərabərdir uşaqlar? TB-yə baxın, 400 Kelvin. 400 Kelvin. Fikir verdinizmi? Onda artıq U, B-miz nəyə bərabər olacaq? Fikir verirsiniz, 200 Kelvindən 400 Kelvinə gəldi. Temperaturumuz neçə dəfə artdı? 2 dəfə artdı. Daxili enerjimizdə dedik, temperaturuna necə asıl? Düz mütənasib. Temperatur 2 dəfə artıbsa, daxili enerjimdə neçə dəfə artacaq? 2 dəfə artacaq. Yəni, əvvəl 200 kilojol idi, indi olacaq 400 kilojol. TB-ni tapdıq uşaqlar. TB-miz oldu neçə? TB-miz oldu 400 kilojol. İndi keçən uşaqlar digərinə. Digəri U, C bərabərdir. Keçən buradan biz TC-ni yazağın. TC nə qədərdir? Fikir verirsinizmi? Artıq C nöqtəsində temperaturumuz 100 oldu. 100 Kelvin. Aha. Gəlin, indi baxalım. Əvvəl TB-də nə qədər idi temperaturum? 400. İndi keçdik 100 Kelvinə. Temperaturum nə etdi? 4 dəfə azaldı. Daxili enerjimdə temperaturuna necə asıl? Düz mütənasib. Temperatur 4 dəfə azalsa, daxili enerjimdə nə edəcək? 4 dəfə azalacaq. Yəni, əvvəl 400 kilojol idi. İndi 4 dəfə azalan neçə eləyəcək? 100 kilojol. Deməli,
Biz artıq UC-ni də tapdıq. Neçə elədik? 100 kilojoule. Cavab oldu 400 kilojoule, 100 kilojoule. Yəni Y variantı. 46. Hansı ifadələr doğrudur? Verilmiş kütləli ideal qazın izobar qızması zamanı qazın. Deməli, gəlin baxalım uşaqlar. Verilmiş kütləli M nədir? Konst. M bərabərdir konst. Sonra izobar qızması P bərabərdir konst. Qızma deyirsə temperaturumuz da nədir? Artır. Daxili enerji artır. Gəlin baxalım. Temperatur artırsa bəli, daxili enerji artacaq. Bir düzdür. Daxili enerji azalır, səhvdir. Sonra deyir sıxlıq. Sıxlığımıza baxalım uşaqlar. P konst olanda artıq sıxlığımız temperaturla tərs mütənasib asılıdır. Temperatur artırsa artıq sıxlığımız nə edəcək? Azalacaq. Yəni sıxlıq azalır, 3-də düzdür. 4 səhvdir. Cavab oldu 1, 3. 47. Hansı ifadələr doğrudur? Verilmiş kütləli ideal qazın izobar soyması zamanı qazın. Deməli, verilmiş kütləli M konstdur. İzobar soyma P bərabərdir konst. Soyma deyirsə temperatur da nə edir? Azalır. Keçdik. Temperatur azalırsa daxili enerjimiz nə edəcək? Azalacaq. Və sıxlığımız da temperaturla necə asılı oldu? Tərs mütənasib. Temperatur azalıbsa sıxlığımız da artacaq. Daxili enerji deməli azalacaq, sıxlıq artacaq. Daxili enerji artar, səhvdir. Daxili enerji azalar, düzdür, 2 düzdür. Sıxlıq azalır, səhvdir. Sıxlıq artır, düzdür. Sıxlıq artır, düzdür uşaqlar. Sıxlıq artır, düzdür. Belə oldu 2, 4. Cavab oldu 2, 4, 47-də. 48. Verilmiş kütləli ideal qaz bir halından 2 halına keçir. Hansı ifadələr doğrudur? Gəlin baxalım uşaqlar. Deməli, PT qrafiki verilibdir. PT-dən nə zaman düz mütənasib asılı olur? Hansı kəmiyyət sabit olanda? V konstu olanda. V konstu. V konstsa sıxlıqda konst olacaq. Sonra konsentrasiyada konst olacaq. Verilmiş kütlə deyirsə M-də konstdur. Sonra gəlin baxalım, bir-bir gedəyin uşaqlar. Deyir, qazın daxili enerjisi artır. Bir halından 2 halına gəldikdə görürsünüzmü uşaqlar? Temperaturum artıq nə etdi? Bir halımdır, bu 2 halımdır. Temperatur nə etdi? Azaldı. Temperatur azalsa daxili enerjim nə edəcək? Azalacaq. Deməli, deyir, qazın daxili enerjisi artır, səhvdir. Qazın daxili enerjisi azalır, düzdür. 2 düzdür. Sonra qazın daxili enerjisi sabit qalır, səhvdir. Keçək indi həcmə. Həcmimizə baxaq. Həcmdə nədir uşaqlar? Sabit qaldı. Qazın həcmi azalır, səhvdir. Qazın həcmi sabit qalır, düzdür. Deməli, cavab oldu 2, 5. 48-də cavab oldu 2, 5. 49. Verilmiş kütləli ideal qaz bir halından 2 halına keçir. Hansı ifadələr doğrudur? Gəlin baxalım uşaqlar. Deməli, yenə P-nin T-dən asılı qrafiki verilib. P-T-dən nə zaman düz mütənasib asılı olur? Həcm sabit olanda. V konusu, sıxlıq sabit olacaq. Konsentrasiya nədir? Sabit olacaq. Sonra gəlin baxaq. Yenə qazın daxili enerjisi. Görə indi daxili enerjimiz uşaqlar bir halından 2 halına gəlir. Bu birinci halımdır, bu ikinci halım. Temperatur nə edib? Artıb. Temperatur artırsa daxili enerjim nə edəcək? Artacaq. Deməli, qazın daxili enerji artır. Bir düzdür. Azalır, səhvdir. Sabit qalır, səhvdir. Yenə həcmi soruşur. Həcmdə nədir? Yenə də sabitdir. Həcmi sabitdir. 1, 4. Qazın həcmi artır, səhvdir. Cavab 1, 4. 50. Verilmiş kütləli bir atomlu ideal qazı izotermik genişləməsi zamanı hansı mülahizələr doğrudur? Deməli, verilmiş kütlədirsə M konusudur. İzotermik genişlənmə. M konusudur. İzotermik genişlənmə dedikdə temperatur sabitdir. Genişləmədə də həcm nədir? Artır. Gəlin baxaq. Qazın daxili enerjisi dəyişmir. Bəli, o T konusuda, o da konusuda olacaq. Bir düzdür. Qazın təzyiqi azalır. Təzyiqimiz, gəlin baxalım. Uşaqlar, temperatur sabit olanda təzyiqimiz həcmdən necə asılıdır? Tərs mütənasib. Həcmim artıbsa, təzyiqim azalacaq. Deyir, qazın təzyiqi azalır, düzdür. 2 də düzdür. Qaz 3. Qazın sıxlığı artır. Gəlin baxalım sıxlığımıza. Sıxlığımız da uşaqlar həcmdən tərs mütənasib asılıdır. Həcmimiz artıbsa, sıxlığımız nə edəcək? Azalacaq. Amma 3-də deyir, qazın sıxlığı artır, səhvdir. Sonra 4. Qaz molekularının orta kvadratik sürəti azalır. Orta kvadratik sürətimiz
Orta kvadratik sürətimizdə uşaqlar deməli dəyişməyəcək. Yəni 4 də səhvdir. Cavab oldu 1, 2. 51. Verilmiş kütləli bir atomlu ideal qazın izotermik sıxılması zamanı hansı mülahizələr doğrudur? Yenə M konustur uşaqlar. M bərabərdir konst. İzotermik sıxılma deyir temperaturumuz sabitdir. T konustur. Və sıxılma deyirsə həcmimiz də nə edir? Azalır. Gəlin baxaq. Qazın daxili enerjisi dəyişmir. Bəli, U konuslu olacaq. U dəyişməyəcək. Bir düzdür. Qazın sıxlığı azalır. Gəlin baxaq uşaqlar. Deməli, R'muz V ilə tərs mütənasib asılıdır. V'miz azalıbsa sıxlığımız artacaq. Deyir, amma qazın sıxlığı azalır. Səhvdir. Qazın təzyiqi artır. Gəlin baxaq uşaqlar. Deməli, təzyiqimiz izotermik prosesdə həcmdən tərs mütənasib asılıdır. Həcm azalıbsa təzyiqimiz artır. Düzdür. 3 də düzdür. Qaz molekulları orta kvadratik sürətdə artır. Xeyr, sabit qalır. Deməli, cavab oldu 1, 3. 52. Bir atomlu ideal qaz bir halından 2 halına keçdikdə onun daxili enerjisi neçə dəfə azalar? Deməli, daxili enerjinin neçə dəfə azaldığını istəyir bizdən. Gəlin ayrı-ayrı da hesablayaq uşaqlar. Deməli, U1 bərabərdir 2-də 3. Deməli, PV ilə gedəcəm. 2-də 3 vuraq. P'miz 30. V'miz də 0,8. Bunlar bu getdi. Sonra 8-lə 2-də ixtisar getdi 4. 3, 3, 9. 9-da 4-də 36. U2-ni tapaq indi. U2 bərabərdir 2-də 3. P'miz 15. V'miz də 0,2. O da bərabərdir. Bundan bu ixtisar getdi qaldı 0,1. 45, 4,5. Bizdə deyir ki, daxili enerjisi neçə dəfə azalar? Yəni, U2 bölünsün U1 istəyir. U2-miz 4,5, 36. Bunu sıfırını aşağı gətirirəm. 36 ilə bundan bunu ixtisar edirəm. Uşaqlar, deməli, qalır aşağıda 9-u ixtisar edirəm. Bu da qalır 40, yuxarıda qalır 5. 40-da 5, o da bərabərdir 8-də 1. Yəni, mən buradan U2-ni axtarıram. U2 nəyə bərabər olacaq? U1 bölünsün 8-ə. Yəni, neçə dəfə azaldı? 8 dəfə azalar. Cavab 8 dəfə azalar. 53. Bir atomlu ideal qaz bir halından 2 halına keçdikdə onun daxili enerjisi neçə dəfə artar? İndi artım istəyir. Gəlin baxaq, yenə U1-i hesablayaq. U1 bərabərdir 2-də 3 vuraq. Deməli, P'miz 20, V'miz 0,1. Bunlar getdi, qaldı bizdə. Bundan da bu ixtisar getdi, qaldı 3. U2-ni hesablayaq. U2-də 2-də 3 vuraq. P'miz 40 vuraq. V'miz də 0,6. Bunlar ixtisar getdi, qaldı. Deməli, bundan bu ixtisar getdi. 3, 2, 6. 6-nı da 6-ya 36. Bizdən də U2 bölünsün U1 nisbətini istəyir. U2 bərabərdir. U2-nin yerinə 36, U1-nin yerinə də 3. Elədi 12. Buradan da mən U2-ni axtarım. U2 bərabərdir. Deməli, U2 bərabərdir 12 U1-ə. Yəni, 12 dəfə nə edəcək? Artacaq. Cavab oldu 12. 54. Uyğunluğu müəyyən edin. Göstərilən proseslərdə verilmiş kütləli ideal qazın daxili enerjisi artar, azalar, dəyişməz. Gəlin bir-bir yazaq uşaqlar aralığımızı. Deməli, A. Birinci A aralığına baxıram. A-ya baxıram. Deməli, fikir verirsiniz, A aralığı budur. PT-dən necə asıldı? Düz mütənasib asıldı. Düz mütənasib asılsa, deməli, hər bir aralıqda biz daxili enerji müəyyən edəcəyik. PT-dən düz mütənasib asılsa, həmçinin temperatur nədir uşaqlar? Aralığında artır. Temperatur artdığına görə daxili enerjimiz nə edəcək? Artacaq. Sonra keçirik B aralığına. B aralığında fikir verirsiniz. P konusdur. Temperaturu yenə nə edir? Artır. Temperatur artdığına görə yenə O'muz, daxili enerjimiz artacaq. Sonra keçəyin uşaqlar C aralığına. C aralığında isə fikir verirsinizmi? Temperatur getdikcə nə edir? Azalır. Temperatur azalır. Temperatur azaldığına görə daxili enerjimiz azalacaq. Keçəyin D aralığına. D aralığında baxın, artıq yenə təzyiqimiz sabitdir, temperaturumuz azalır. Temperatur azalırsa daxili enerjim nə edəcək? Azalacaq.
Sonra Y aralığına keçirik. Y aralığında isə fikir verirsiniz, temperatur nə edib? Sabit qalıb. T konst qalıbsa, deməli daxili enerjimizdə nə olacaq? Sabit qalacaq. Gəlin indi yerləşdirək uşaqlar. Deməli 1-ə gedəcək, deməli artıma A ilə B, A ilə B. Sonra 2-yə gedəcək, B ilə C. Yox, 2-yə C iləndir uşaqlar. 2-yə C iləndir. C iləndir. 3-ə də getdi Y. 55. Uyğunluğu müəyyən edin. Göstərilən proseslər verilmiş kütləvi ya qazın daxili enerjisi. Yenə daxili enerjini müəyyən etməliyik. Gəlin baxalım. Birinci, deməli A aralığına baxıram. A aralığında fikir verirsiniz, temperatur nədir? Sabit. T bərabərdir konst. T konstdursa, deməli daxili enerjimizdə nə olacaq? Sabit qalacaq. Keçirik B aralığına. B aralığında isə uşaqlar fikir verirsiniz, hansı keymiyyətimiz sabitdir? P sabitdir, temperaturumuz nədir? Artır. Temperatur artırsa, daxili enerjim nə edəcək? Artacaq. Yəni U-muz da artacaq. Keçirik C aralığına. C aralığında artıq fikir verirsinizmi? Temperaturum artır. Temperatur artırsa, daxili enerjim nə edəcək? Artacaq. Keçirik D aralığına. D aralığında isə baxın, fikir verirsiniz, temperaturum nədir? Azalır. D aralığında temperaturum azaldığına görə daxili enerjim nə edəcək? Azalacaq. Y aralığına baxırsınız, yenə temperatur azalır. Temperatur azaldığına görə daxili enerjimiz nə edəcək? Azalacaq. Gəlin indi yerləşdirəyin uşaqlar. Deməli, birinci artıra baxağın. B ilə C artıra getdi. Sonra keçək azalara. Azalmağa bu. D ilə Y. D, Y azalara getdi. Sonra keçirik, deməli sabitə də, dəyişməzə də A. 1-ə B, C, 2-yə D, Y, 3-ə A.